Qüvvət elmdədir, başqa cür heç kəsə üstünlük eləyə bilməz. Böyük Nizaminin qızıl hərflərlə nəqş elədiyi bu kəlamlar 100 illərdir ki, tərəqqipərvər bəşəriyyətə yol yoldaşlığı eləyir. Biraz da dəqiqləşdirsək, insanlıq öz həyat yolunu müəyyən eləməkdə həqiqət saçan bu misralardan bəhrələnir. Çünki ən doğru yoldur elmə, ürfana qovuşmaq. Bizə göndərilən Səma kitabında da qeyd olunur ki, bələkdən qəbir evinəcən öyrənmək insanlığın şərəf işidir. Nə yaxşı ki, bu belədir. Nə yaxşı ki, bəşəriyyət nicat yolunu elmdə, ürfanda axtarır. Vaqif dramında Böyük Səməd Vurğun qəhrəmanı 18-ci əsrin mütəfəkkiri Vaqifin dili ilə deyir ki, açılsın hər yanda məktəb, mədrəsə, uşaqlar quş kimi versin səs-səsə. Yəni, bütün bu misallar ona sübutdur ki, cəmiyyətin gedişatından baş tapan insanlar elm, ürfan yolunu insanlığın nicatı kimi görür. Nə yaxşı ki, məktəblər, kurslar, təlim, təhsil mərkəzləri açılır. İmişlidə fəaliyyət göstərən diferensial təlim, təhsil mərkəzi yeni təhsil sistemi kimi diqqətimizi cəlb elədi. Bəşər övladı özünü tanıyandan, onun tələblərinə həmişə təhsil cavab verib. Yəni, təhsil yolu ilə öz ehtiyaclarını ödəməyə çalışıb və bugünkü dönəmimizdə təhsilə daha çox ehtiyac var. Çünki artıq dünyamız sürətlə inkişaf eləyir, sürətlə dəyişir, zaman çox sürətlə ötür və bu dəyişən dünyamızda dəyişən tələbatlara cavab vermək üçün insan məcbur qalır, yeganə yol, yeganə silah təhsildən yapışsın. Və bu təhsilə yeni metodlar gəlir, yeni üsullar gəlir ki, nə cür yanaşsaq, bu qloballaşan dünyanın ehtiyaclarını ödəyən bir təhsil forması ortaya qoya bilərik və son dönəmlər ən müasir təhsil metodu kimi diferensial təhsil metodu özünü doğrultmağa başlayır. Diferensial təhsil təhsildə fərdiləşməyə meyilli təhsildir. Yəni, hər bir şəxsə fərdi yanaşan bir təhsil metodudur. Çünki insan şəxsiyyət olaraq emosiyalarından, sosial durumundan, intellekt səviyyəsindən bir-birindən fərqlənir. Və bu fərqli insanlara eyni təhsili verəndə biri üçün maraqlı olan təhsil metodu digər üçün maraqsız olur. Ancaq diferensial təhsildə hər kəsin marağına xidmət eləyən, hər kəsin öyrənmə tempinə, intellekt səviyyəsinə əsaslanan təhsil formasıdır. Və müxtəlif intellekt səviyyələri var ki, məsələn, lingvistik intellekt deyilir, musiqi ritmik intellekt deyilir, kinestik intellekt deyilir. Yəni, bu intellektlərin hər birinə fərdi yanaşma metodu sərgiləyən bir təhsildir. Və biz bir 3 il olaraq ki, bu təhsil müəssisəsini yaratmışıq burada və diferensial yanaşmanı şagirdlərimizə tətbiq eləməklə 3 il ərzində çox böyük nailiyyətlər qazanmışıq. Keyfiyyətli təhsilin tək məkanı olan Diferensial Təhsil Tədris Mərkəzi 2020-ci ildən fəaliyyət göstərir. Əlavə hazırlıq üçün fərdi və ya qrup şəklində müəllim axtaranlar seçimlərini Diferensial Təhsil Tədris Mərkəzi olaraq etsələr, uğurlu seçim etmiş olarlar. Bizim dərs keyfiyyətimiz, uşaqlara münasibətimiz, tədris etdiyimiz fənlər rayonda geniş bir əks-səda yaratdı. Ona görə də bu ilki tədris müəssisəmizdə uşaqlarımızın sayı daha çoxdur. Biz istəyirik ki, uşaqlarımıza yüksək keyfiyyətli dərs verməklə yaxşı nəticələr əldə edək və buna nail olmuşuq. Və bizim bütün 11-ci siniflərimizdə istədiyimiz nəticələri almışıq. Çalışacaq ki, o birisi imtahanlarımızda da bu nəticələr daha yaxşı olsun. Və biz bu yolda əzmlə, fədakarlıqla, böyük qüvvə sərf eləməklə şagirdlərimizə yaxşı nəticələr əldə etməyə çalışmışıq və çalışırıq da. İnanıram ki, bizim uğurlarımız daha çox olacaq. Təhsil mərkəzimizdə aşağıdakı istiqamətlər üzrə hazırlıqlar təşkil edilir. Bütün qruplar üzrə abituriyent hazırlıqları, fən olimpiyadalarına hazırlıqlar, buraxılış fənləri üzrə hazırlıqlar, 5-ci qrup və kolleclərə qəbul hazırlıqları, 1-8-ci siniflər üçün sinif təkmilləşdirmələri, məktəbə qədər hazırlıq, müəllimlərin işə qəbulu və sertifikasiya hazırlığı, direktor və direktor müavinlərinin işə qəbul hazırlığı, rəsm hazırlığı. Təhsildə belə bir anlayış var, bazası olan şagird, bazası olmayan şagird və yaxud xalq dilində desək, savadlı, savadsız deyilən bir meyar qoyurlar. Ancaq bu diferensial təhsildə savadlı, savadsız deyilən bir meyar yoxdur. Öyrənmə tempi zəif olan, öyrənmə tempi yüksək olan
meyarları var və biz də bu meyarlardan yanaşaraq öyrənmə tempi zəif olan şagirdlərə öz tempinə, öz intellektinə, öz marağına uyğun yanaşaraq və qısa müddətdə hər iki səviyyədə böyük nailiyyətlər əldə etmişik. Bura gələn şagirdlər, məsəl üçün, hansısa bir fənnə marağı olmayan şagird o fənnin ən aparıcı, ən qabaqcıl bir nümayəndəsinə, bir fərdinə çevrilməyə başlayır. Həqiqətən də diferensial təhsil bugünkü zamanın tələbidir, dövrün tələbidir. Çünki bugün biz informasiyaya o qədər yüklənirik ki, təhsildən aldığımız informasiya o qədər də yer qalmır. Və bu təhsildən aldığımız informasiya əsas informasiya olduğundan, buna görə də bu günləri həmin o digər sosial amillərdən şagirdləri qopartmaq lazımdır ki, bugünkü bizə lazım olan təhsil amilinə söykənsin, ona əsaslansın, ondan bəhrələnsin və bu yöndə həqiqətən də yəni öz keçirdiyimiz sınaqlarda, öz işimizdən də görürük ki, diferensial təhsil çox əvəzsiz bir təhsildir. Yəni bizi seçən insanlar demək olar ki, hamısı çox məmnun olurlar, çox şad olurlar və bizi seçənlər həndəsi silsilə ilə desək, artıq ətraflarında bu təhsilə cəlb edirlər ki, mən inanmırdım, hətta övladına inanmayan valideynə gəlib bir nəticə qoyuruq biz ortaya, ona inanmırlar. O nəticə inanmırlar ki, bu nəticəni mənim övladım əldə edə bilməz. Çünki bu potensialın sahibi deyil, bu intellektin sahibi deyil. Yola çıxmışıq müəllimlərimizlə və bu yol şərəfli yoldur, uğurlu yoldur və insanlarımızın, cəmiyyətimizin gələcəyi məhz bu yoldan, təhsil yolundan ibarətdir ki, biz də bu təhsil yolunda şükür Allaha ki, yəni istəyimizə yavaş-yavaş çatırıq. Dərslər peşəkar və öz ixtisasları üzrə yüksək nəticəsi olan müəllimlər tərəfindən keçirilir. Məqsədli və məsuliyyətli şagirdlərin uğurlu nəticə əldə etməsinə zəmanət verilir. Bizimlə öyrənmək çox maraqlı və əyləncəlidir. Tədris mərkəzi olaraq məqsədimiz yalnız bilik verməkdən ibarət deyil, həm də şagirdləri gələcəyin və cəmiyyətin tələblərinə uyğun hazırlamaq, onların fərdi və sosial bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Uşaqlarımız indi qara qələmlə işləyirlər, amma yağlı boya ilə də mən onlara iş öyrədirəm. İndiki hal-hazırda gördükləri iş akademik işdir. Bu uşaqların çoxusu dizaynerliyə hazırlaşırlar. Heykəl başlardan işlədirəm onlara, sonra naturadan qab qoyuram, qab qurmadır, sonra kublardır, həndəsi fiqurlardır. Belə şeyləri də öyrədirəm və rəngkarlığa da çox həvəsi olanlar var. Hal-hazırda indi uşaqlar burada azdır bayrama görə. Yəni uşaqlarımızın çoxu tətildədir. Yəni onlardan rəssam olmaq istəyənlər də var, dizayner olmaq istəyənlər də var. İndi hal-hazırda işləyənlər dizayner olmaq istəyənlərdir. Rəngkarlığı da eyni zamanda rəngkarlığı da öyrədirəm uşaqlara. Balacalarımız da var, onlar bugün burada yoxdular. Nəticələr çox yaxşıdır. Yəni bu bir neçə ayda gəldiklərindən indi gördükləri işdə çox böyük fərq var. Bizim əsas məqsədimiz təhsildə savadından bazasına asılı olmayaraq şagirdlərə keyfiyyətli təhsil verməkdir. Bazı savadına asılı olmayaraq bizi seçən şagirdlər və abituriyentlər öz istək və arzularına çatmağa nail olmuşdular. Keyfiyyətli təhsil və uğurlu nəticə əldə etmək istəyən diferensial təhsil və tədris mərkəzini seçdim. Təhsil proqramları elə qəlizləşdirilib ki, indi dərsliklər o səviyyədə dəyişdirilib ki, indiki ali məktəbləri qəbul səviyyəsi ilə uyğun gəlmir, uzlaşmır. Özəl tədris müəssisələrinin mövcud olması qanuna uyğun xarakter daşıyır. Yəni bu dövrün zərurətindən irəli gəlir. İndi müəyyən dairələrdə vurğulayırlar ki, bəs repetitorların ləğvi, müəyyən səviyyələrdə kursların ləğvi ilə bağlı ekspertlər müəyyən səviyyələrdə fikirlər irəli sürürlər. Şəxsən mən təhsil işçisi olaraq bu fikirlərdə razı deyiləm. Çünki orta məktəbdəki tədris prosesi, səviyyəsi indiki mərhələdə ali məktəbə qəbulundan uzlaşmır. Çox qəlizləşdirilir. Hətta yuxarı siniflərdə təhsil proqramına salınan müəyyən suallar aşağı sinif kitablarında biz müşahidə edirik. Süni yaradılmış bir rəqabətdir. Bu da əsasən müəllimlərə, şagirdlərə, valideynlərə zərbə vurur. Məsələn, yenə deyirəm, qayıdıram öz fikrimə ki, repetitorluğun ləğvi ilə bağlı müəyyən səviyyələrdə təkliflər irəli sürürlər. Birinci növbədə nəzərə çatdıraq ki, birinci növbədə məktəblərin maddi-texnik bazasını yaxşılaşdırmaq lazımdır, müəllimin maddi rifah halını yüksəlmək lazımdır, ondan sonra digər məsələlərə baxmaq olar.
Əslində kurslar bir növ məktəblərə kömək eləyir. Ali məktəblərə qəbul faizinin yüksəldilməsində bizim kimi kursların böyük rolu var. Bunu gizlətməyə də tanınmaz faktlardır bunlar. Yəni ali məktəblərə qəbul olunan tələbələrin ən çox yüksək bal toplayan tələbələrin böyük əksəriyyəti kurslardan çıxır. Bunu yəqin ki, mənimlə razılaşarsınız sizlə. 600, 650 bal, 670 bal. Kurslarda uşaqlar olub ki, 678 bal toplayıb. Yəni bunun kursların önəmi bundan ibarətdir. Cənab generalın mən bir çox portretini işləmişəm. Orada da göstərmişəm. Orada məsələn Poladın əyilməzliyini, mübarizin mübarizliyini və balaca Bəxtiyarın Gəncə hadisələrindəki Bəxtiyarın o qanlar içində yenə məğrur gülümsəməsi. Bu əsərim Sarıqamışdan gələn məktub əsərini oxuyandan sonra orada Xədicənin həyatını təsvir eləmişəm və bu əsərimi də 44 günlük savaş başlayandan başladım. Yəni o artıq yaxşı xəbərlər gələndə mən başladım bu əsəri işləməyə. Orada Ali Baş Komandanımızın dəmir yumruğunu Paşinyanın başında və bizə arxadaya olan, qardaş olan Türkiyəmizin yanımızda olmasını təsvir eləmişəm. Qorxub qaçan ermənilərin bayraqlarını sürüyərək getməsini və orada topçumuzun o məğrur, məşhur fotosunu təsvir eləmişəm. 2018-ci ildə işləmişdim mən Qarabağda Novruzu. Talih elə gətirdi ki, biz canlı-canlı Qarabağda Novruzu özümüz artıq görə bilirik və indi də Göyçə gölünü Azərbaycan milli atributları ilə, Novruz atributları ilə təsvir elədim. İnşallah ki, Göyçəni də fəth eləmək bizə qismət olar. Rəssamlığa 2015-dən başlamışam. İlk başlayandan da ancaq vətənpərvərlik mövzusunda işləmişəm. Yəni, əsərlərimə baxanda bilinsin ki, mən Azərbaycanlıyam, mən bir türk qızıyam. Mən şəhidlərimizin 22 portretini indiyənə qədər işləyib, onların valideynlərinə hədiyyə eləmişəm və onlara söz də vermişəm ki, gücümün yetdiyi qədər, Allahın mənə verdiyi o ömür qədər, əlimdən gəldiyi qədər şəhidlərimizin portretlərini işləyəcəm, öz valideynlərinə hədiyyə edəcəm, yəni təmənnasız işləyəcəm. İndiyənə qədər 2015-dən bura 1-ci Qarabağ şəhidi, 2-ci Qarabağ şəhidi bir yerdə 22 şəhid portretini işləmişəm. Bu könüllü şəhidimiz Zaur İsmailzadənin portretidir. Görürsünüz, yəni əlində Bozqurd işarəsi və mən arxa fonda da Bozqurdu bayrağımızda təsvir eləmişəm. Sonra bir şəhid anamızın da istəyi oldu ki, bu da könüllü şəhidimiz Salih Əliyevin portretidir. O da istədi ki, mən onun oğlunun portretini generalımızla bir yerdə işləyim. Çünki onlar könüllü yazılanda generalımızın ölümündən sonra onlar getdilər, könüllü yazdılar və canlarını fəda elədilər. Torpaqlarımızı bizə geri qaytardılar. Bugün bizim belə mətin duruşumuzun, bu torpaqların üstündə var olmamızın səbəbkarları da onlar. Tədris mərkəzində şagirdlərin yalnız intellektual deyil, həm də sosial və emosional inkişaflarına diqqət yetirilir. Bu da onların gələcəkdə uğurlu və balanslı şəxslər olmalarına kömək göstərmək məqsədi güdür. Təhsil modelimiz həm fərdi uğuru, həm də cəmiyyətin ümumi rifahını təmin etməyə yönəlmişdir. Ünvan İmişli şəhəri, Han Hüseyn Bəylərov küçəsi, bina 3, Şəfalı Əllər Klinikasının yaxınlığı.